Ukraynalı və beynəlxalq insan hüquqları fəalları dəfələrlə Rusiya ordusunu könüllü təslim olan Ukraynalı əskərləri qəsdən öldürməkdə ittiham ediblər. Beynəlxalq humanitar hüququn normalarına, ilk növbədə Cenevrə konvensiyalarına əsasən bu cür şəxslər hərbi əsirlər hesab edilməli və müdafiə ilə təmin olunmalıdırlar. The New York Times-ın məlumatına görə Rusiya qoşunları beynəlxalq reaksiyaya baxmayaraq bu standartlara əməl etmirlər. The New York Times-ın məlumatına görə Rusiya qoşunları beynəlxalq reaksiyaya baxmayaraq bu standartlara əməl etmirlər. 5 Ukraynalı dron operatoru yoldaşlarının təslim olmasını və sonra güllələməsini dron görüntülərindən izlədikləri barədə məlumat veriblər. Bəzi Rus hərbi qulluqçuları məsuliyyətdən o qədər qorxmurlar ki, bu cür videoları sosial şəbəkələrdə özləri paylaşırlar. Jurnalistlər xatırladılar ki, sentyabrın 30-da Pokrovski yaxınlığında silahlarını yerə qoyan 16 Ukraynalının güllələndiyi hadisə baş verib. Ukrayna prokurorluğu tərəfindən qeydə alınan video o qədər keyfiyyətli olub ki, analardan biri oğlunu tanıyıb. Bu hadisə xüsusilə real vaxt rejimində hadisələri qeydə almaq imkanı olduğuna görə dəhşətlidir. Əvvəllər müharibə cinayətləri faktiki olaraq aşkar edilirsə, indi dronlar insan hüquqları pozuntularını baş verdiyi anda sənədləşdirməyə imkan verir. Berlin missiyasının məlumatına görə avqustdan bəri müqavimət göstərməyə qadir olmayan ən azı 91 Ukraynalı hərbi qulluqçunun öldürülməsinin 29 halı sənədləşdirilib. Müqayisə üçün eyni dövrdə müqavimət göstərməyən bir Rus əskərinin edam edilməsinin bir halı qeydə alınıb. Bəzi hərbi analitiklər bildiriblər ki, Ruslar potensial Ukraynalı əskərləri orduya qoşulmaqdan qorxutmağa və Ukraynalıların qisas almaq istəyə biləcəyi üçün Rus əskərlərini təslim olmaq barədə 2 dəfə düşünməyə vadar etməyə çalışa bilərlər. Bu barədə məqalədə deyilir. Bu hadisələrin şahidi olan dron operatorları ən pis şeyin çarəsizlik hissi olduğunu etiraf edirlər. Başqa bir operator vurğulayıb, biz öz adamlarımıza kömək edə bilmədik. Biz nəzakətli sözlər demirdik, qəzəb və güclü qisas hissi ilə dolmuşduq. Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidmətinin istintaqına görə 2024-cü il iyunun 17-sində Rusiya komandirləri öz tabeliyində olanlara Ukraynalı hərbi əsiri güllələmək, sonra isə başını kəsib məhv edilmiş Ukraynalı zirehli texnikanın kapotuna qoymaq əmri veriblər. O, ona baxaraq Staramayorski kəndi yaxınlığında gedən döyüşlər zamanı baş verib. Ukrayna Təhlükəsizlik Xidməti cinayətkar əmri verən şəxsləri müəyyən edib. Ukrayna Silahlı Qüvvələrinin əskərləri Kursk vilayətinin ərazisinə daxil olmağa cəhd ediblər. Bu barədə Baza Telegram kanalında məlumat verilib. Rusiya hərbi müxbirlərinin məlumatına görə Ukrayna Silahlı Qüvvələri Qlushkovski rayonunun Tyotkino kəndi istiqamətində hücumlarını gücləndirib. Ukrayna hərbiçiləri həmçinin Zlanoy yaxınlığında bir körpünü partladıblar. Müxbirlər əlavə ediblər ki, əvvəlki hücumlarda olduğu kimi Ukrayna Silahlı Qüvvələri Seym çayı və onun qolları üzərindəki körpüləri məhv etməyə çalışır ki, bu da Rusiya qoşunlarının logistikasını çətinləşdirsin. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, 9 aydır davam edən Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı öz məqsədlərinin əksəriyyətinə nail olub. Onun sayəsində Rusiya qoşunlarının Sumu və Xarkov vilayətlərində hücum kampaniyasının qarşısı alınıb. Sırski bildirib ki, işgüzar səfəri zamanı Kursk əməliyyatı zamanı fərqlənən əskərləri təltif edib. O əlavə edib, 9 aydır davam edən bu əməliyyat öz məqsədlərinin əksəriyyətinə nail olub. Kursk vilayətindəki aktiv tədbirlərimiz sayəsində düşmənin Sumu və Xarkov vilayətlərində hücum kampaniyasının qarşısını almağa müvəffəq olduq. Sərhəd bölgələrində Ukrayna Müdafiə Qüvvələri tərəfindən yaradılan bufer zonası bugün də aktual olaraq qalır. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı qeyd edib ki, Kursk vilayətində qarşıya qoyulan vəzifələri effektiv şəkildə yerinə yetirən bölmələrdən biri də 2
225-ci ayrı-ayrı hücum alaydı. Sırski deyib, onun əskərləri və komandirləri ilə ünsiyyət qurmaq və onlara nümunəvi mətanət, cəsarət və qəhrəmanlığa görə yüksək dövlət və idarənin döyüş mükafatlarını təqdim etmək mənim üçün xoş fürsət oldu. Ukrayna Müdafiə Qüvvələri 2024-cü ilin avqust ayının əvvəlində Kursk vilayətində hücuma keçib. Döyüşçülər ilk günlərdən uğurla irəliyərək yüzdən çox yaşayış məntəqəsinə, o cümlədən Suca şəhərinə nəzarəti ələ keçiriblər. Payızda Rusiya hərbçiləri Kursk vilayətində hücuma keçməyə çalışıb, lakin qərb mediasının məlumatına görə bu uğursuz olub. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının məlumatına görə aprelin sonuna olan məlumata görə Rusiya qoşunlarının Kursk istiqamətindəki itkiləri 60 mindən çox təşkil edib. Ukraynanın şərqində yerləşən Donetsk vilayətinin Marinka şəhəri yaxınlığında Rusiya ordusunun daha bir hücumu qarşısı alınıb. Lehli döyüş texnikası ilə irəliləməyə çalışan işğalçılar Ukrayna Silahlı Qüvvələrinin Sadov bölməsinin pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələrlə dayandırılıb. Hərbi texnikalarının ardıcıl zərbələrlə məhv edildiyini görən Rus işğalçıları sağ qalan texnikalarla geri dönməyə cəhd ediblər. Lakin bu cəhddə Ukrayna dronları tərəfindən qarşısı alınıb. Nəticədə sağ qalan Rus piyadaları texnikaların arxasında sipər alaraq səngər qazmağa və gizlənməyə çalışıblar.